ehsan süfrəsini mənəmçilik üçün verir, şöhrət üçün verir. O birisi məsələn qonşum o vermişdi o gün, o bir dənə yemək vermiş, mən 2 dənə yemək verəcəm. O stolun üstünə meyvə qoymamışdı, mən meyvə qoyacam. Şan şöhrət üçün verilən ehsanlar. Bu su-u niyyədir. Bu ehsan Allah dərgahında qəbul olmaz. Gözəl ver, o birisi məclisən daha gözəl elə. Əhl-i beytin məclisi olduğuna görə mənəmçilik üçün yox. Desinlər filan kəsin məclisi, filan kəsin məclisindən yaxşı oldu, yox. Əhl-i beyt məclisinin nə qəşəng oldu. Sabiqu bil xeyrat gəlib ayələrdə. Xeyr əməllərdə yarışın. Deyilməyib sabiqu bin nəfsaniyyat. Nəfsaniyyətdə yarışın. Ənaniyyətdə yarışın. Hətta mən oxudum, məsum imam danladı o kəsi ki, şan şöhrət üçün o dedi 5 dənə qoyun kesmişdi, tutaq ki 5 dənə dəvə kesmişdi, mən 6 dənə dəvə kesim. Bu dedi 6, bu dedi 7. İmam dedi bunların dəyəri yoxdur ki. Heç getməyin belə ehsan imamlara dedi. İnsanlara imam buyurdu. Adam şan şöhrət üçün ehsan verməz. Yıxacaq bəzilərinin evini bu şan şöhrət.